16 yaşımda kollecə qəbul oldum, başqa bir rayona getdim. Otaq yoldaşlarımın sevgililəri var idi, danışanda sıxılırdım. Dedilər gəl sənə sosial şəbəkə yükləyək. Bir oğlanla tanış oldum, hər gün danışırdıq. Əskərlikdən təzə gəlmişdi. Uzaq rayonda qalırdı, buradan ora 8-9 saatlıq yol idi. 3 ay danışdıqdan sonra məni görməyə gəldi. Münasibətimiz çox gözəl gedirdi, həyəcanlı idim və ailəm bilirdi. 6 ay belə davam etdik, sonra mənə qarşı dəyişməyə başladı. Bəhanəsi o oldu ki, bir-birimizi görə bilmirik. Hətta kolleci dayandırmaq istədi. Getdim onu görməyə, amma hiss edirdim ki, mənə qarşı soyuqdur. Bir neçə ay keçdi, məndən ayrılmaq istədi. Mən isə çox bağlanmışdım. Xəstəxanada yatdım, maraqlanmadı. Qızlarla gününü gün edirdi. Ona görə kolleci dayandırıb onun işlədiyi yerə getdi. Düşünün ki, 17 yaşlı qız hər şeyə əl atır ki, onu itirməsin. Nömrəmi blok edirdi, mən də başqa nömrə alırdı. Çox qüursuzluq edirdim, amma onsuz qala bilmirdim. 3 il belə davam etdi, sonra gördüm ki, mənə qarşı sevgisi yoxdur. Mən də sevmədiyim insanla qaçdım, həyatım alt-üst oldu. Övladım olmurdu, hər gün döyülüb pis sözlər eşidirdim. Başıma nə gəldisə ona görə gəldi. Əgər başqa bir rayona gəlməsəydim, bunların heç biri olmayacaqdı. Özümdə güc toplayıb boşandım. İkinci dəfə subay bir oğlanla evləndim, bir oğlum var. Gəlinliklə çıxardı məni, toy etdi. Amma o oğlan evləndi, övladını itirdi. Düzdür, istəməzdim itirsin, amma ahım üstündədir, heç xoşbəxt olmasın. Qızlara da demək istəyirəm ki, heç bir oğlana inanıb ona bağlanmayın.